Studio Seyid Hüseynzadə təqdim edir. Qulaq asın dinləyin ey cəmaət, yenə də yazmışam belə bir rəvayət. Hər dəqiqə keçən hər saatından söhbət edim familin həyatından. Ürəyi təmiz gəncdir, yoxdur nöqsanı, qeyd edim Qubadır onun ünvanı. Mən də yaxşı tanıyıram o qardaşı, o qardaşım var 26 yaşı. 26 il 26 qış, ömrünə yazıldı qanlı bir yağış. Nə yazmışam hamısı sübut dəlildir, gəzə bilməyir ayaqlar əlildir. Gecəni yatmıyır canı yanğısından, bezibdi dünyanın bu qayğısından. Familər gecə dizlərin qucaqlar, onun dərdinə bu kainat ağlar. Dərman da kar etmir, iynə kar etmir, ağrılar acılar bədəndə getmir. Ağrıdan dişini sıxır hər səhər, heyif bəxtinə yazılıb qəm kədər. Familə şəfa ver ey uca Rəbbim, bu dərdi yazdıqca yanır bu qəlbim. Mən də qəm ilə yazmışam sözləri, çox heyif addım atmıyır dizləri. Çox zülümdür dözür ağrıyan cana, ömrü yazıldı çətin imtahana. Bəzən ağrı elə sıxır ki canını, dondurur damarda axan qanını. Familində var yerimək həsrəti, ay Allahım ver ona sən şəfqəti. Familin dərdinə sən bir şəfa göndər, bu qəmli həyatın üzünü döndər. Baxır pəncərədən o qəmli, gözləri hər zaman kədərli nəmli. Anası da baxanda gizlicə ağlar, onun bu dərdləri ürəyini dağlar. Dostları gələndə üzü gülsə də, gələn dostları ilə dərdi bölsə də, onlar gedən kimi ağrı can alır, yenə o ağrı ilə təkbətək qalır. Baxır ayaqlarına sızlayır canı, gözündə canlanır dünya hər anı. Bir addım atmağa canın qoyardı, dünyanı piyada gəzib doyardı. Yazdıqca vərəqlər ağlayır indi, familin həyatı yaman çətindir. İlahi sən özün rəhm elə ona, yetsin bu istiraf bu dərdlər sona. Qoy üzü gülsün olmasın kədəri, açılsın familin nurlu səhəri. İlahidən bir dənə fərman olsun, Allah sənin dərdinə dərman olsun. Famil qardaşımızda var cəsarət, bitdi sözüm ol Allaha əmanət. Famil qardaşımızda var cəsarət, bitdi sözüm ol Allaha